Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Usalli ve usallim ala seyyidil mursalin nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmain. Allah Tebareke ve Teala'nın insanlara bəxş etdiyi nemətlərin içərisində ən əzəmətlisi İslam, iman, hidayət, tövhid nemətidir ki, Allah Subhanahu ve Teala bu nemətini qullarının hər birinə vermir. Və bu neməti qorumaq, bu neməti mühafizə etmək, bu nemətin özü qədər önəmlidir. Yəni, bu nemətdən sonra, iman nemətindən sonra insanlar üçün ikinci daha əzəmətli nemət bu verilən imanın, İslamın üzərində səbat etməkdir. Şeyxülislam İbn Teymiyyə rahiməhullah buyurur ki, Ə'zəmu ni'mətin ən'əməhəllahu aləl-ibad hiyəl-iman. Allahın öz qullarına verdiyi nemətlərin içərisində ən əzəmətlisi iman nemətidir. Allah Subhanahu wa Ta'ala insanlara bu neməti verir, lakin insanlar həmən bu nemətin haqqını əda etmədikdə və bu neməti, imanı, İslamı, tövhidi qoruyan səbəbləri öyrənib onlara əməl etmədikdə Allah Subhanahu wa Ta'ala bu neməti insanların əlindən alır. İmam Mücahid rahiməhullah buyurur ki, Lə ədri eyyün ni'məteyni aliyyə ə'zəm, ən hədəniyəllahu lil-İslam, əv afəni min həzihil əhvə. Deyir ki, iki nemətin hansının daha əzəmətli olduğunu bilmirəm. Allahın mənə hidayət etməsi, Allahın məni İslama yönləndirməsi və yaxud da İslamdan sonra Allahın məni bu bidətlərdən, bu sapıqlıqlardan qoruması. Demək ki, Allah Subhanahu wa Ta'ala insanlara hidayət verir, insanları İslama yönləndirir, lakin insanların əksəriyyəti həmən imanın üzərində səbat edib, Allah Subhanahu wa Ta'ala ilə görüşdükdə həmən imanla, İslamla, Allahla görüşmürlər. Yəni, yaşadıqları həyatda həmən bu imanı, İslamı itirmiş, zay etmiş olurlar. Ağıl sahibi bir müsəlman bu neməti anladıqdan sonra bilməlidir ki, bu neməti qorumaq, bunu mühafizə etmək, bunun özü qədər əhəmiyyətlidir. Allah Subhanahu wa Ta'ala öz kitabında bir ayətdə bu neməti, yəni İslamı, imanı mühafizə etməyin, qorumanın, bunun üzərində səbat etmənin müalicəsini bizə bəyan edir. Allah Subhanahu wa Ta'ala bunun bir ayətində mənhəcini öyrədir. Yəni, insan nə etsə, həmən bu İslamın, həmən bu imanın üzərində səbat etmiş olar. İbrahim surəsində 27-ci ayətdə Allah Subhanahu wa Ta'ala buyurur ki, Yusabbitullahu-llezine amanu bil-qavli-sabit fil-hayatid-dunya və fil-akhirə və yudillullahu-zalimin və yef'alullahu ma yəşə. Allah Təbarəkə və Teala deyir ki, Allah iman edənlərə sabit bir sözlə həm dünyada, həm də ahirətdə səbat verir. Və zalimları azdırır və Allah istədiyini edir. Bu, Allah Subhanahu wa Ta'ala'nın ayəti, Allahın İslam, iman, tövhid nemətinin üzərində səbat etməyin yolunu göstərir. Demək, bu ayətdə 4 məqam, 4 nöqtə var. Allah Subhanahu wa Ta'ala buyurur ki, Yusabbitullah, Yusabbitullah. Buradan anlanan odur ki, sabitliyi də Allah Subhanahu wa Ta'ala verir. Necə ki, Allah Subhanahu wa Ta'ala insana hidayət verir, Allah insanları hidayət edəndir. Eyni hidayət kimi sabitliyi də Allah Subhanahu wa Ta'ala verir. Buyurur ki, Yusabbitullah, Allah səbat verir. Demək ki, Allah musabbittir. Yusabbitullah. Burada musabbit Allah Subhanahu wa Ta'ala'nın özüdür. Və sonra Allah Subhanahu wa Ta'ala buyurur ki, Yusabbitullahul-lezine amanu. Allah iman edənlərə səbat verir. Bu hissə, ikinci məqam nöqtə, Yusabbitullahul-lezine amanu, musabbət. Musabbət, yəni səbat verilən. Səbat kimə verilir, kimlərə verilir? İman edənlərə verilir. Musabbit Allahdır, musabbət iman edənlərdir. Və sonra Allah Subhanahu wa Ta'ala deyir ki, Yusabbitullahul-lezine amanu bil-qavli sabit
sabit bir sözlə verir bunu. Buna da deyilir ki, musabbətun bihi. Yəni Allah təbarəkə və tealənin səbatı verdiyi şey. Yəni Allah bununla verir səbatı. Yusabbitullahul-ləzīnə əmənu bil-qavli səbit. Sabit bir sözlə. Sabit bir söz. İmam Qurtubi öz təfsirində İbn Abbasın ayətin bu hissəsi ilə bağlı sözünü nəql edir. İbn Abbas radiyallahu anhuma buyurur ki, bil-qavli səbit ey bi-qavli la ilahə illallah. Sabit söz, yəni la ilahə illallah kəlməsi, yəni tövhid. Musabbit Allahdır, musabbət səbat verilənlər iman edənlərdir. Musabbətun bihi, səbatın verildiyi şey. Səbat nə ilə verilir insana? Tövhidlə verilir. Və dördüncü məqam, dördüncü hissə musabbətun fihi, səbatın verildiyi yer, yəni səbatın məkanı. Allah subhanahu wa ta'ala deyir ki, fil həyat-i dünya və fil əxirə, həm dünyada, həm də axirətdə. Allah subhanahu wa ta'ala səbatı verdikdə insana həm dünyasını əhatə edir, həm bərzəx həyatını, qəbir həyatını əhatə edir, həm də axirətini əhatə edir. Allah subhanahu wa ta'ala səbatı insana verdikdə dünyasından Allah subhanahu wa ta'ala'nın qarşısında həşr olunan günə qədər həmən səbatı verir. Deməli, bu ayətdə 4.1-ci musabbit Allahdır, ikinci musabbət iman edən kəslərdir. Musabbətun bihi, səbat verilən şey tövhiddir. Allah subhanahu wa ta'ala öz qullarına imandan, İslamdan sonra səbatı tövhidlə verir. Musabbətun fihi, səbatın verildiyi yer həm dünyadır, həm qəbir həyatıdır, həm də axirətdir. Demək ki, Allah subhanahu wa ta'ala bu ayətində bizə səbat necə baş verir onu bildirir. Və bu ayətdə iman edənlərə Allah subhanahu wa ta'ala işarətlər edir. Birinci musabbit Allah subhanahu wa ta'aladır. Necə ki, biz hidayəti Allahdan istəyirik, rızqı, şifanı, hər bir şeyi Allahdan istəyirik, səbatın özünü Allah subhanahu wa ta'aladan istəyirik. Allah təbarəkə və teala öz kitabında və Muhammed sallallahu aleyhi ve sellem öz səhih sünnətində bunun dua şəklində bizə nümunələrini öyrədib. Allah subhanahu wa ta'ala Ali İmran surəsində buyurur ki, Rabbana la tuzigh qulubana ba'da iz hadaytana və hab lana min ladunka rahmatan innaka entel vehhab. Allah subhanahu wa ta'ala bu ayətdə duanı öyrədir bizə. Nə deyilir duada? Allah təbarəkə və teala deyir ki, Rabbana la tuzigh qulubana ba'da iz hadaytana. Ey Rəbbimiz, qəlbimizə hidayət etdikdən sonra bizi azdırma. Və hab lana min ladunka rahmə. Öz yanından bizə rəhmət hədiyyə et. İnnəkə entəl vəhhab. Həqiqətən sən vəhhabsan. Bu duadır. Allah subhanahu wa ta'ala bu ayətdə bunu bizə nə üçün öyrədir? Allah subhanahu wa ta'ala bu şəkildə dua etmək məqsədi ilə. Və yaxud da Allah subhanahu wa ta'ala Bəqərə surəsində buyurur ki, وَلَمَّا بَرَزُوا لِجَالُوتَ وَجُنُودِهِ قَالُوا رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ. Onlar Calut və onun qoşunu ilə üzbəüz gəldikdə dedilər ki, ey Rəbbimiz, üzərimizə səbir yağdır və ayaqlarımıza səbat ver və bizə kafir qövmə qarşı kömək et, yardım et. Allah subhanahu wa ta'ala yenə bu ayətdə dua öyrədir ki, yəni dinin, imanın və çətin vəziyyətdə olduqda Allah subhanahu wa ta'aladan istəyilən səbatı. Peyğəmbər sallallahu aleyhi və səlləm Tirmizinin, Əhmədin, Ənəsdən rəvayət etdiyi hədisdə Ənəs radiyallahu anhu deyir ki, Kənən Nəbi sallallahu aleyhi və səlləm yuksiru ən yəqul. Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı çox deyərdi. Ya müqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbimi din üzərində sabit et. Allah Resulü aleyhissalatü vesselam məsum bir kəsdir. Nə üçün bu duanı edir? Ümmətinə öyrədir ki, Allah subhanahu wa ta'aladan səbatı bu şəkildə istəsinlər. Başqa bir hədisdə, Tirmizinin İbn Məcənin Abdullah bin Sərcis radiyallahu anhudan rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem Allaha belə dua edir. Allahümmə inni əuzu bikə minəl həvri ba'dəl kəvr. Allahım, imandan sonra azğınlığa düşməkdən, imandan sonra küfürdən sənə sığınıram. Peyğəmbər sallallahu aleyhi ve sellem yenə bu duası ilə ümmətinə Allah subhanahu wa ta'aladan səbatı, sabitliyi, hidayət üzərində davamiyyətli olmağın dua şəklində yolunu öyrədir. Demək, Allah subhanahu wa ta'alanın sabitliyi bəyan etdiyi bir ayətdə, deməli, İbrahim surəsinin 27-ci ayətində deməkdir ki, yusabbitullahul-ləzinə əmənu. Allah iman edənlərə səbat verir. Demək ki, musabbit Allahdır. Musabbit Allahdırsa, bu Allah və Rəsulunun öyrətdiyi dualarda
Bunu Allah subhanahu wa ta'alanın özündən istəmək, səbat etməyin ən birinci, ən əsas vəsiləsidir. İkinci məqamda Allah subhanahu wa ta'ala deyirdi ki, Yusabbitullahu ləzinə əmənu. Allah iman edənlərə səbat verir. Demək ki, musabbət, sabitliyin verildiyi yer, verildiyi kəs iman edənlərdir. Deməli, əgər həqiqi iman varsa, Allah subhanahu wa ta'ala həqiqi imana sabitliyi əlavə edir. İman əhl-i-sünnə və cəmaətin etiqadına görə itaətlə artır, asiliklə azalır. Demək ki, insan Allah subhanahu wa ta'alaya itaətdə olduğu müddətcə, Allah subhanahu wa ta'alaya asilik olan əməllərdən uzaq olduğu müddətcə, labüddür ki, Allah subhanahu wa ta'ala həmən bu iman edənlərə öz sabitliyini nə edir? Verir. Və sonra ayətin 3-cü məqamında Allah subhanahu wa ta'ala deyirdi ki, Yusabbitullahu ləzinə əmənu bil-qavlis səbit. Allah iman edənlərə sabit bir sözlə sabitliyi verir. Sabit bir söz tövhiddir. Və bu ayətin bu hissəsindəki işarət müsəlmana, müminə o şey öyrədir ki, sabitliyin əsas səbəbi, əsli, ruknu tövhiddir. Bir insan tövhid etiqadı üzərində möhkəmdirsə, tövhidi kamil şəkildə öyrənib anlamışsa, bu özü sabitliyin nəyidir? Özüdür, sabitliyin əsasıdır. Və ayətin 4-cü məqamında Allah subhanahu wa ta'ala bu sabitliyi verdiyi yeri bəyan edir. Əgər Allah subhanahu wa ta'ala sabitliyi verirsə, Allah subhanahu wa ta'ala onu həm dünya həyatında insana verir və insan İslamını, imanını itirmədən Allah subhanahu wa ta'ala ilə görüşür. Və həmçinin Allah subhanahu wa ta'ala verdiyi sabitlik bu ayətdə Allah subhanahu wa ta'ala öyrətdiyi kimi həm dünyada, həm də axirətdə nə edir? İnsana fayda verir. Bu bir ayətdir. Allah subhanahu wa ta'ala bir ayətdə İbrahim surəsində sabitliyi nə edir? Mənhəcini öyrədir. Və insanlara bunun müalicəsini, yolunu göstərir. Allah subhanahu wa ta'ala səbatın əhlidir. Allahdan istənməlidir. Sabitlik iman əhlinə verilir. İnsan Allaha itaətdə olsa, Allah subhanahu wa ta'ala'nın haramlarından uzaq olsa, həqiqi imanla həmən səbatı haqq etmiş olur. Üçüncü, Allah subhanahu wa ta'ala sabitliyi insana tövhidlə verir. Və dördüncü, Allah subhanahu wa ta'ala sabitliyi insana həm dünyada, həm də axirətdə verir. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruk və ətubu ileyk.